Çox gözəldir həqiqətən. Yəni biz çox yerləri gəzirik, çox ölkələri gəzirik, çox şəhərləri gəzirik, amma Gürcüstan kimisini görməmişəm. Vallahi Allah şahiddir. Bura bir başqa aləmdir. Bura bir Allah Taala öz bərəkətini həqiqətən göndərib bura. Yəni bunu dəyəri bir başqadır. Allah Taala burada olan cavanları qorusun ki, belə xidmət eləyirlər. Görürsünüz də gənclər maşallah yorulmadan saatlarla burada xidmət eləyirlər. Çox möhtəşəmdir. Allah Taala bu Gürcüstanda yaşayan İmam Hüseynciləri qorusun. Allah hiss eləsin. Ehsan paylayırıq. Həqiqətən bu hissləri dilə gətirmək çox çətindir. İnsan qəribə hisslər keçirir. İmam Hüseyn ehsanını paylayanda. Burada Allah həmd olsun gözəl məclislər keçir. Kətlərdə, rayonlarda biz gedib iştirak edirik. Gürcüstanın demək olar hər yerinə biz gedirik. Məscidlərdə iştirak edirik. Çox möhtəşəmdir. Allah Taala buranın öz bərəkətini nazil eləsin. Buradakı analarımızı, bacılarımızı, qardaşlarımızı, İmam Hüseynçi əzizlərimizi qorusun. Biz də sizin xidmətinizdəyik. Azərbaycandan gəlmişik, Bakıdan gəlmişik ki, burada xidmət eləyək, İmam Hüseyn aşiqlərinin xidmətində duraq. Ağlara, o günlər evində qalan peygərə ağlara, o ısraribanın kəzən əllərə ağlara, o kərb-u bəlada yanan dillərə ağlara.